Həmişəki kimi gözəl, ucuz, keyfiyyətli evlər harda bizdə? Buyur qardaş, təqdim elə evimizi. Əvvəla salam aleyküm. Yeni ilimiz hamımıza düşərli, bərəkətli olsun. Ev olan insanlar artıq ev qismət eləsin, ev olmayan insanlara Allah Teala gözəl evlər qismət eləsin. Bugün gündə bu evimiz kampaniyanın yeni ilin birinci günündə, ikinci gündə, fərqli üçüncü gündə ən əlim yanında olan bir evdir. 35.000 manata belə bir gözəl bir evdir. Sol tərəfdə mətbəx, sağ tərəfdə yataq otağı, burada isə evimizin qonaq otağıdır. Yerləşmə yeri, hörmətli kanalizlərimiz, xatırladım ki, mərkəzi yola çox yaxın bir ərazidir. Yolu asfaltdır, marşrut xəttinin məsafəsi 50 metrdir. Transport marketi yaxındır. Xatırladım ki, evimizdə əvvəlki var idi. Çıxartdı ki, bəs evimi satmaq istəyirəm, təmirli olsun, istərsə səliqəli olsun. 35.000 manatı belə bir güzəltimiz. Qaz, su, işıq, mərkəz konstruksiyaları var, kombi sistemi var, bura mətbəxdir. Koridor isə mətbəx isə istiponla təsis olunub, termoqanizm döşəndir. Həyətyan saçımızda zəhmət olmasa. Düz əl qapısı qoyub, yəni istasyon darvazovu qoyub, birbaşa yola baxır. Sağ tərəfli yoldur, sol tərəfli yoldur. Darvazovu qoyub, qardaş, həyət on maşını sağ. Evimiz arası alt etaj kürsüdə hörmətli kanalizlərimiz. Sağ tərəfdə tənək əkmək üçündür. Tənək əkilir. Sol tərəf ağac güləkləsi, kombisi bax burada işlək vəziyyətdədir. Evimiz yaşayışlı ev olub, buraya isə həyətində sanitar qoşağıdır. Bir də xatam, 35.000 manat. Da bundan əlim yanında ev yox deyə masada, qutarıb da. Evlərin qalxan vaxtında 35.000 manata belə deyil, hardan tapdınız? Siz buranı götürəcəm olmasa. Hardan tapdınız? Kilit deyil bir şeydir, nə qiymət deyil qardaş bu? Azərbaycan manatı. Və gündə köç yaşar. Gedirlər qardaşların dibində 35.000 mülkünə dənş verirlər, aylığı da nə qədər? Düz bax buradan marşrut xəttidir. Yol asfalt. İnşallah ev olmayan insanı Allah'tan ev qismət eləsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni saç evlərlə birinci növbədə siz tanış ola biləsiniz.